dostlar, demək bugün Nərmanov ərazisində belə bir parka rast gəldim və marağımı cəlb elədi. Bu park 41-45 park adlanır. Yəni 41-45-ci ildə 2. Dünya müharibəsində dünyasını dəyişən bəzi insanların burada qəbirləri var. Onların xatirəsinə belə bir park salınıb. Parkın hər iki tərəfində qəbirlər var. 41-45-ci ilə aid olan qəbirlərdir. Orada Qarabağ şəhidləri yazıb, ora bir baxaq. Yəqin ki, Qarabağ şəhidləri də burada dəfn olunub. Novruzov Faiq Hüseynoğlu 94-cü ildə dünyasını dəyişib. Quliyev adı yazılmayıb, baş hərflə yazılıb sadəcə. Bundan sonra gördüyüm qədərilə 3-4 dənə şəhid çıxmaq şərti ilə, digərləri 41-45-ci ilə dünyasını dəyişən hərbçilər, əsgərlər olub. Ta belə qəbir uzanır. Belə bir parkdır. Parkın hər iki tərəfində qəbirlər var. Burada işləyən nümayəndənin mənə dediyinə görə bir çox qəbirdə insanlar üstə-üst dəfn olub, yəni yer olmayıb dəfn olunmaları üçün. Parkın ərazisi haqqında belə yaşıllıqdır. Demək, istəyənlər gəlib bu parka gəzə bilər. Bu park Nərmanovda 7 nömrəli Asan xidməti var. Tam Asan xidmətin yaxınlığında yerləşir. Park dediyim kimi hər iki tərəfdən qəbirlərlə əhatə olunub. İndi parkın digər tərəfindəyəm. Eynən bu tərəfdə 41-45-də dünyasını dəyişənlərin qəbirləri var. Qarabağ müharibəsində dünyasını dəyişənlərin qəbirləri o tərəfdədir. Cəmi 3-4 dənə olar, maksimum 5-6 dənə. Həm Azərbaycanlıların, həm Rusların, həm başqa millətdə olanların burada qəbirlərini görə bilərik. Bu tərəfdə belə qəbirlər uzanır, bayağı qəbir var burada. Belə burada dincəlmək üçün stollar da qoyulub. Hər kəs gəlib ağacın altında dincilə bilər, istirahət edə bilər.